Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq son 10 illiklər ərzində Azərbaycan hökumətinin kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi istiqamətindəki səylərini dəstəkləmə imkanımız olmuşdur. Bizim sıx və səmərəli əməkdaşlığımız kənd təsərrüfatı sahəsində siyasət və institusional dəstək, eləcə də bitkiçilik və heyvandarlıq, heyvan sağlamlığı və bitki mühafizəsi sahələrinin inkişafı, təhsil və tədqiqatlar vasitəsilə bilik və bacarıqların artırılması kimi geniş sahələri əhatə etmişdir. Birgə səylərimiz nəticəsində biz 20 mindən çox fermer, dövlət qurumlarının nümayəndələri və kənd sakinlərinə təlim, avadanlıq və zəruri istehsal vasitələri ilə dəstək göstərmişik və bu da xırdabuynuzlu heyvandarlıq, kartofçuluq və arıçılıq sahələrində müasir yanaşma və metodlar tətbiq edilməklə inkişafa səbəb olmuşdur. Bizim hazırki əməkdaşlığımız dayanıqlı inkişaf istiqamətində ortaq öhdəliyimizin təzahürüdür. FAO Azərbaycanda kənd təsərrüfatının gələcəkdə daha dayanıqlı, innovativ və hər kəs üçün əlçatan olması istiqamətində hökumətin səylərini dəstəkləməyə davam edəcəkdir.